Ona görə Ayxan Abbasovun mən Şamaxıdan hətta gedəcəyini belə istisna eləmirəm. Bu da mümkündür, bu da baş verə bilər. Sabaha gedə bilər. Belə bir ehtimallar var. Əgər komanda Vasili Berezutskiylə yolları ayırarsa, yerli məşqçi bir nömrəli namizəd, yerli məşqçi olaraq Ayxan Abbasov. Bu Sabah üçün yenilik olar. Niyə? Bəli, Sabahda bir neçə yerli məşqçi işləyib. Amma bax, işləyib Elşad Əhmədov, bu ilk mövsüm olub. Komanda aşağı diviziondan Premier Liqaya çıxarkən yerli məşqçi ilə başlayıb. Bax, büdcə də çox az idi və bir növrə elə bil ki, yerli məşqçi ilə qoyuldu. Sonradan Igor Ponomaryov gəlib, amma o müvəqqəti məşqçi kimi təyin olunmuşdu. Zaten əvvəldən gələndə də xahiş ondan belə idi ki, bir komandanı götürsün, bir period yeni məşqçi tapılana qədər çalışdırsın, o da gəldi, kömək elədi. Və Ramin Quliyev. Ramin Quliyev ona qədər idman direktoru idi. Komandanın içində idi, köməkçi məşqçi kimi işləmişdi. Və sözümü ora gətirirəm ki, yəni kənardan bir məşqçi gəlib Sabahda baş məşqçi kimi işləməyib yerlilərdən. Hələ ki, bu baş verməyib və Ayxan Abbasovun gətirilməsi barədə də suala cavab vermək çətindir. Niyə? Bizdə bilsən, bax, Ayxan Abbasov Tovuzda çalışırdı. O çalışmağa başlayanda təbii ki, yanında Nadir Nəbiyev var idi, dostuydu, yaxın idi, Tovuzluydu, əl-ələ verdilər, bir iş qurdular. Sonradan Ehtiram Quliyev klubu götürdü, azarkeşlərin müəyyən narazılığı var idi, ki, oyun keyfiyyətindən narazılıq edirdilər. Gəldi Şamaxıya və bugün Şamaxıda rahatdır. Ayxan Abbasov, bir növ mən deyərdim, Rəşad Sadıqov, Qurban Qurbanov tipli məşqçilərdəndir. Həm seleksiya işini özü aparmağı xoşlayır, həm komandanı özü idarə eləyir. Mən şəxsən inanmıram ki, Sabahda bu sərbəstliyi verərlər. Çünki Sabahda skaut işini görən şəxslər var. Neçə illərdir ki, heç baş məşqçi ola da təşəbbüs o adamların əlindədir. Yəni, klubun fəlsəfəsi belədir ki, həmin o futbolçu transferlərini yalnız baş məşqçinin istəyinə görə görmək olmaz. Yəqin ki, razılaşdırılır. Yəqin ki, bəzi futbolçularda baş məşqçinin də fikri önəmli götürülür. Amma mən bildiyim qədərilə, məndə olan məlumata görə biraz skaut işi Sabahda fərqli qurulub. Şəxsən mən inanmıram ki, Ayxan Abbasov kimi bir məşqçi gələr Sabaha və razılaşar ki, yox, siz öz fəlsəfənizə uyğun futbolçular gətirin, mən də onları idarə eləyim. Ayxan Abbasov o cür məşqçilərdən deyil, hamımız tanıyırıq. O deyəcək ki, yox, çəkilin kənara, transferləri mən eləyim və yəqin ki, məsuliyyəti üzərinə götürər. Sabah rəhbərliyi buna gedərmi, gedməzmi bilmirəm. İkincisi, açıq indi, bəzən mən deyəndə istəyirəm, Sabahdakı bəzi dostlar bunu pis qəbul edirlər. Qardaş, bu klub əcnəbi məşqçilərə meyillidir. Başdan da belə olub, yenə də birinci sezonu çıxmaq şərti ilə. Bu klubun strategiyası belədir. Hiss olunur ki, Neftçi rəhbərliyi belə, Samir Abbasov gətirib, onlar da əcnəbi məşqçilərə meyillidirlər. Var belə klub rəhbərləri var ki, əcnəbi məşqçilərə üstünlük verirlər. Amma məsələn, deyək də, qısa bir nümunələr gətirəcəm. Məsələn, Sadıq Sadıqovun dövründə Neftçidə heç vaxt əcnəbi məşqçi olmadı. Zirədə heç vaxt əcnəbi məşqçi olmayıb. Məsələn, o vaxt Azal yadındadır, ilk illərində deyə bilmərəm, amma sonraki periodlarda Nazım Süleymanov işlədi, İlxan Abdullayev işlədi, Tərlan Əhmədov işlədi, amma heç cür əcnəbi məşqçi gətirmədilər. Yəni, bu da klub rəhbərlərinin biraz futbola baxışı, fəlsəfəsi ilə bağlı məsələlərdir. Elə klublar var ki, fikirləşir, elə klub rəhbərləri var ki, deyir, yox, bizdə mütləq şəkildə yerli məşqçi işləməlidir. Elələri var ki, mütləq şəkildə əcnəbilərə üstünlük verirlər. Təbii ki, biz həmişə danışırıq ki, burada məsuliyyət yükü deyə anlayış var. Çünki əcnəbidən gözləntilər böyükdür, əcnəbinin üstünə təzyiqlər də daha böyük olacaq ki, xarici ölkədən gəlib bizim məşqçinin yerini tutursansa, buna uyğun da nəticə verməlisən. İndi bu azarkeşi, belə deyək də, o təzyiqi görən klublarda biraz daha çətin prosesdə, nəinki indi azarkeş kütləsi elə böyük olmayan. Amma qayıdırıqsa Sabah mövzusuna, məsələn, mən belə fikirləşirəm ki, bu mənim subyektiv fikrimdir ki, Sabahın prezidenti Maksud Adgözəlovun hardasa yerli məşqçilərin işinə qiymət verməyi var. Yəni, bunu mən dəqiq bilirəm. Mən də işləyəndə dəfələrlə mənim yanımda indi at çəkməyin doğru olmaz. Deyib ki, filan məşqçi həqiqətən yaxşı məşqçidir, yerlilər haqqında. Filan məşqçinin filan keyfiyyəti var. Amma yəqin ki, bu qərarlar biraz da daha çox, belə deyək, strateji qərarlardır. Kluba gələn baş məşqçi, hədəflər və heç kim xarici baş məşqçi gətirəndə də onu ona görə gətirmir ki, uğursuz olacaq. Təbii ki, daha böyük məqsədlərə görə gətirirlər ki, bu